Belə bir gündə 6-7 dənə maşını BMW-də yoxlanış eləyirik. Bu 7-ci, 8-cidir bu. BMW alqı-satqısı yoxlanış eləyirik. Deməli, maşallah olsun, satanda da belə maşın satarlar, alanda da belə maşın alırlar. Deməli, bir gün 7 dənə maşından 5 dənəsində ciddi problemlər var idi. Xərci həqiqətən də çox idi. İndi bir dənə, 2 maşın yaxşı idi, bu 3-cü maşındır. Demək olar ki, avtomobil alqı-satqı yoxlanış eləyirik. Bütün peridoku falan, elastikçidən tutmuş, bütün rezinlərə kimi hamısı salamatdır. Karabka yağına da baxdıq, karabka yağı da əla vəziyyətdədir. Karabka yağı filtri də əla vəziyyətdə, buraxma yoxdur. Karter salamatdır. Bir də paduşkadır, bir də yüngül yuxarıda üst qışqa prokladkası falan belə xərclərdir. Yəni ciddi bir heç bir şey yoxdur. Vuruq, udar avtomobildə yoxdur. Yəni mən baxdığım qədərilə avtomobil tam qabağı salamatdır, qabaq salnik salamatdır, arxa salnikdən yağ vermir. Turbonun antifriz şranqları salamatdır. Yəni maşallah olsun, maşın çiçək kimi maşındır. Yəni özümüzə də ləzzət elədi, xoş gəldi. Ona görə də qardaş, alanda da, satanda da maşallah olsun belə maşın alasan. Belə maşın satasan. Xeyirli olsun. Sağ olun.